Salam dostlar, bugün sizə qızılgül yarpaqlarında Unlu-Şeyx xəstəliyi necə olur, onu yaradan göbələk haqqında, səbəblər haqqında məlumat verəcəm. Deməli, əlamətləri gördüyünüz kimi toz kimi olur. Yəni, yarpağın hər iki tərəfində toz görürsünüzsə, əllə təmizlənirsə, deməli bu Unlu-Şeyx xəstəliyidir. Bu xəstəlik qızılgüllərdə geniş yayılıb. Vaxtında tədbir görülməzsə, bitkinin inkişafı zəiflədir, çiçəklər azalır. Əlamətlər, belə deyək, yarpağın üstündə və ya altında un şəkilli toz belə ağ rəngdə olur. Yarpaqlar gördüyünüz kimi büklü vəziyyətdədir. Gül tumurcuqları deformasiya olur. Vaxtından əvvəl yarpaqlar tökülür. Bitkinin ümumi görünüşü zəifləyir. Unlu-Şeyxi yaradan amillər, məsəl üçün isti və ya sərin havada həyəti yuyursunuz, qızılgül kolları var. Götürüb şlankı, yəni tutursunuz qızılgülün üstündəki sərinləsin deyə. Yəni, gündüz məsəl üçün 20-27 dərəcə olur, 30 dərəcə olur, axşam sərinlik olur və bu da nəmli hava şəraiti göbələyin yaranmasına səbəb olur. Hava sirkulyasiyasının məsəl üçün zəif olmağı, biraz tingin içinin sıx olmağı, düzgün budama aparmayıb hava axınının olmamağı Unlu-Şeyx xəstəliyini yarada bilər. Məsələn, torpaqda qida maddələrlə zəngin olması, məsəl üçün balanssız gübrələmə də bu xəstəliyi yarada bilir. Mübarizə tədbirləri, məsəl üçün profilaktika kimi gülləri həddən artıq sulamamaq, güllər arasında geniş olacaq şəkildə əkmək, düzgün budama aparmaq, hava axınını yaratmaq, tingin içində yoluxmuş yarpaqları dərhal kəsmək və məhv etmək. Kimyəvi mübarizə əsasən fungisidlərlə istifadə oluna bilər. Penkanazol, triadifon, difenakazol bu dərmanların biri ilə 7-10 gün aralıqda 2-3 dəfə dərman aparmaq bəs edir. Dərmanlamanı axşam saatlarında yağışsız havada eləyin ki, bir effekt alasınız. Video xoşunuza gəlsə, bəyənib kanala abunə olmağı unutmayın. Çox sağ olun.